بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين وبعد. Uca Allah Zuhruf suresinin 85. ayəsində buyurur: O saat haqqında bilgi yalnız ondadır. Saat qiyamət gününün ayə və hədislərdə varid olmuş və danışıq dilində tez-tez rast gəlinən ən məşhur adlarından biridir. Qiyamət günü qəfil qopacağına və insanları ansızın yaxalayacağına görə belə adlandırılmışdır. Qiyamətin əlamətləri deyildikdə, o saat gəlməmişdən əvvəl baş verəcək hadisələr nəzərdə tutulur. Uca Allah Muhammed surəsinin 18-ci ayəsində buyurur: Məgər kafirlər o saatın qəfil onlara gəlməsindən başqa bir şey mi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Ümumiyyətlə, qiyamətin əlamətləri 3 qismə bölünür. Birinci qism uzaq əlamətlərdir ki, bunlar artıq baş vermişdir. Bu əlamətlərdən biri Peyğəmbər sallallahu aleyhi ve sellemin göndərilməsidir. Buxari və Müslimin səhih əsərlərində Ənəs bin Məlik radiyallahu anhunun belə rəvayət etdiyi nəql edilir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem orta barmağı ilə işarə barmağını birləşdirib dedi: Qiyamət saatı insanlara bu iki barmaq qədər yaxın olduğu zaman mən Peyğəmbər göndərildim. Digər bir əlamət Allahın öz kitabında xəbər verdiyi kimi ayın parçalanmasıdır. Uca Allah Qəmər surəsinin 1-ci ayəsində buyurur: O saat yaxınlaşdı və ay bölündü. Həmin əlamətlərdən biri də Hicaz ərazisindən alovun çıxması və bu sıradakı dəvələrin boyunlarına belə işıq düşməsidir. Buxari və Müslimin səhih əsərlərində Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Hicaz torpağından od çıxıb bu sıradakı dəvələrin boyunlarını işıqlandırmayınca qiyamət qopmayacaq. Bu od Peyğəmbər sallallahu aleyhi ve sellemin dediyi kimi rəvayətə görə hicrətin 654-cü ilində Cümədəl-Əxirə ayının əvvəllərində Mədinənin şərqində çıxmışdı. O zaman vadilər lava ilə dolmuş və insanlar da bundan dəhşətə gəlmişdilər. Odun işığı Şam və Busra əhli tərəfindən görülmüşdü. Oradakı dəvələrin boyunlarını isə Peyğəmbər sallallahu aleyhi ve sellemin də buyurduğu kimi işıqlanmışdı. İkinci qism orta əlamətlərdir ki, bununla bağlı ayrıca bir dərsimiz var, qiyamətin kiçik əlamətləri. Bunlar da zahir olub, lakin hələ bitməyib. Əksinə getdikcə çoxalır. Həmin əlamətlərdən biri məşhur Cəbrail hədisində deyildiyi kimi kənizin öz ağasını doğması, ayaqyalın, çılpaq çobanların hündür bina tikməkdə bir-biriləri ilə yarışmalarıdır. Müslimin rəvayət elədiyi həmin hədisdə deyilir: Cəbrail soruşdu, mənə qiyamət saati haqqında xəbər ver. Peyğəmbər sallallahu aleyhi ve sellem də buyurdu: Bu haqda soruşandan çox bilmir. O soruşdu: Mənə onun əlamətləri haqqında xəbər ver. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu: O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə bir-biriləri ilə yarışdıqlarını görəcəksən. Həmin əlamətlərdən biri də Peyğəmbərlik iddiasında olan 30 yalançının meydana gəlməsidir. Əbu Hüreyrə radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi ve sellemin belə dediyini rəvayət etmişdir. Allahın rəsulu olduğunu iddia edən 30'a yaxın yalancı dəccallar meydana gəlməyincə qiyamət qopmaz. Əbu Davud və Tirmizinin Sünən əsərlərində Thəvbən radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemin belə dediyini rəvayət etmişdir. Ümmətim arasında 30 yalancı olacaq və onların hər biri Peyğəmbər olduğunu iddia edəcəklər. Lakin mən Peyğəmbərlərin sonuncusuyam və məndən sonra Peyğəmbər gəlməyəcəkdir.
Bir əlaməti də budur ki, Fərat çayının suyu çəkiləcək və yerində qızıldan bir dağ peyda olacaq ki, insanlar onun üstündə bir-birlərini qıracaqlar. Əbu Hureyra radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemin belə dediyini rəvayət etmişdir. Fərat çayının suyu çəkilib, oradan qızıl bir dağ çıxmayınca və insanlar onun uğrunda müharibə etməyincə qiyamət qopmayacaq. Hər 100 nəfərdən 99-u məhv olacaq və onlardan hər biri bəlkə xilas oldum deyəcəkdir. Bu əlamət də hələ ki baş verməyib. Üçüncü qism qiyamətin böyük əlamətləridir ki, bu əlamətlər baş verdikdən dərhal sonra qiyamət qopacaq. Bunların sayı da 10'dur və onların heç biri hələ üzə çıxmayıb. Müslimin səhih əsərində Huzeyfə bin Useydin radiyallahu anhunun belə dediyi rəvayət olunur. Bir gün biz bir-birimizlə söhbət edərkən Peyğəmbər sallallahu aleyhi ve sellem bizim yanımıza gəldi və nə haqda danışırsınız deyə soruşdu. Biz qiyamət saatı barədə danışırıq dedik. Onda o, doğrusu 10 əlamət baş verməyincə qiyamət qopmayacaqdır dedi və bu əlamətləri zikr etdi. Dumanın gəlməsi, dəccalın peyda olması, heyvanın zühur etməsi, günəşin məşriqdən deyil məğribdən çıxması, Məryəm oğlu İsa'nın yerə enməsi, Yəcuc və Məcuc tayfalarının axışıb gəlməsi, 3 yerdə, məşriqdə, məğribdə və bir də Ərəbistan yarımadasında yerə batma hadisələrinin baş verməsi, bir də Yəməndən alovun çıxıb insanları məhşərə qovması. Bəzi başqa hədislərdə Mehdinin çıxması, Kəbənin viran edilməsi, Quranın göyə qaldırılması da bu böyük əlamətlərdən zikr olunur. Təhqiqat aparmış əksər alimlərin rəyinə görə bu 3 əlamət 10 böyük əlamətə daxildir. Huzeyfə bin Useyd radiyallahu anhunun hədisindəki 3 yerdə baş verən batmalar bu 10 əlamətdən qabaq baş verəcəkdir. Huzeyfə bin Useyddən rəvayət olunan digər rəvayətlər də buna sübutdur. Müslimin rəvayət elədiyi hədisdə 3 yerdə batma məsələsi digərlərindən öncə qeyd olunur. Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir, 10 əlamət olmayınca qiyamət qopmayacaq. Məşriqdə, məğribdə və Ərəbistan yarımadasında batma hadisələrinin baş verməsi, tüstünün gəlməsi, dəccalın çıxması və s. Sonra da qalan əlamətləri qeyd etmişdi. İmam Qurtubi rahimehullah demişdir, İlk əlamətlər hədisdə qeyd olunduğu kimi 3 batma hadisələridir ki, İbn Vahbin dediyinə görə bunun bəziləri Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanında baş vermişdir. İndi isə bu 10 əlaməti təfsilatı ilə qeyd edək. Birinci əlamət Mehdinin gəlməsidir. Mehdi Əhl-i Beytdən olan bir kişinin ləqəbidir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin nəslindən olacaq bir kəsdir. Özü ən səhih rəvayətlərə görə Həsən bin Əbu Talib radiyallahu anhunun nəslindəndir. Yer üzünü ədalətsizlik və zülm bürüyəcəyi zaman həmin şəxs üzə çıxacaq və yer üzərində ədaləti bərqərar edəcəkdir. Onun adı Peyğəmbər sallallahu aleyhi ve sellemin adı kimi, atasının da adı Peyğəmbər sallallahu aleyhi ve sellemin atasının adı kimi olacaq. Yəni Muhammed ibn Abdullah olacaq. Abu Davud və Tirmizi Abdullah ibn Məsud radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi ve sellemin belə dediyini rəvayət etmişdir. Ərəblərə Əhl-i Beytimdən olan bir kişi rəhbərlik etməyincə dünya dağılmayacaq. Onun adı mənim adım kimi, atasının adı isə mənim atamın adı kimi olacaqdır. Yer üzünü zülm və ədalətsizlik hökm sürdüyü bir zamanda o hər yerdə ədaləti və düzgünlüyü bərqərar edəcək. İkinci əlamət Məsih-i Dəccalın üzə çıxmasıdır. Məsih-i Dəccal Adəm övladlarından olan bir kəsdir. Qiyamətə yaxın çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. Allahın izni ilə o bir sıra fövqəladə əməllər etmək bacarığına malik olacaq, həmçinin Allahlıq iddiasında olacaq. Lakin onun elədikləri möminlərə təsir etməyəcəkdir. Məkkə və Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Dəccalın çıxmasına dəlalət edən bir çox hədislər varid olmuşdur. Həmin hədislərdən biri Müslimin səhih əsərində
Abdullah ibn Amr ibn As radiyallahu anhudan rivayet olunan hədisdir. Həmin hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Ümmətimdən dəccal çıxacaq və bilmirəm ya 40 gün, ya 40 ay, ya da 40 il yer üzündə qalacaqdır. Sonra Allah Məryəm oğlu İsa'nı göndərəcək, o Urva ibn Məsuda oxşayır. Nəhayət İsa dəccalı tapıb öldürəcəkdir. Buxari və Müslimin səhih əsərlərində Abdullah ibn Ömər radiyallahu anhu demişdir: Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaatın arasında ayağa qalxıb Allaha ona layiq tərzdə təriflər dedikdən sonra dəccalı yada salıb dedi: Mən sizi ondan xəbərdar edib çəkindirirəm. Elə bir peyğəmbər olmamışdır ki, ümmətini ondan çəkindirmiş olmasın. Hətta Nuh peyğəmbər də öz ümmətini ondan çəkindirmişdir. Lakin mən Dəccal barəsində sizə elə bir söz deyəcəyəm ki, onu heç bir peyğəmbər öz ümmətinə deməmişdir. Bilin ki, Məsih-i Dəccal təkgözdür. Allah isə təkgöz deyildir. Qiyamətin 3-cü əlaməti Məryəm oğlu İsa'nın yerə inməsidir. Quran-ı Kərimdə və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsində göstərildiyi kimi İsa Peyğəmbər ədalətli bir hökmdar olaraq göydən yerə inəcək. Yer üzündəki xaçları sındıracaq, donuzları məhv edəcək və Məsih-i Dəccalı qətlə yetirəcəkdir. Uca Allah Zuhruf surəsinin 61-ci ayəsində buyurur: Həqiqətən İsa'nın yer üzünə enməsi saatın yaxınlaşmasının əlamətidir. Təfsir alimlərinin əksəriyyəti bu ayənin İsa Peyğəmbərin yerə enəcəyinə işarə olduğunu bildirmişdir. İmam Əhmədin Müsnəd əsərində Abdullah ibn Abbas radiyallahu anhunun bu ayənin təfsiri barəsində belə dediyi nəql olunur. Burada qiyamətdən öncə İsa'nın enməsi nəzərdə tutulur. İsa Peyğəmbərin enməsi barədə bir çox hədislər varid olmuşdur. Buxari və Müslimin səhih əsərlərində Əbu Hüreyrə radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur: Canım əlində olan Allaha and olsun ki, tezliklə Məryəm oğlu İsa aranızda ədalətlə hökm vermək üçün sizin yanınıza enib xaçları sındıracaq, donuzları məhv edəcək və cizyəni aradan qaldıracaq. Həmin vaxt mal dövlət o qədər artacaq ki, heç kəs sədəqə götürmək istəməyəcək. O zaman bircə dəfə səcdə etmək bütün dünya və onun üzərindəkilərdən daha xeyirli olacaqdır. 4-cü əlamət Yəcuc və Məcucun çıxmasıdır. Onlar sayları olduqca çox olan tayfalardır. Heç kəs onlara qarşı mübarizə aparmaq iqtidarında olmayacaqdır. Rəvayətə görə onlar Nuh aleyhissalamın övladı Yasəfin nəslindəndirlər. Quran və sünnədə onların çıxmasına dəlillər vardır. Uca Allah Quran-ı Kərimdə Əl-Ənbiya surəsinin 96-97-ci ayələrində buyurur: Nəhayət Yəcuc və Məcuc səddi açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. Onlar deyəcəklər: Vay bizim halımıza, biz bundan qafil idik, üstəlik zalım da olmuşuq. Buxari və Müslimin səhih əsərlərində Zeynəb bint Cəhş radiyallahu anhə rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm qəfil onun otağına daxil olub, Allahdan başqa məbud yoxdur, yaxınlaşmış şərdən dolayı vay ərəblərin halına, bugün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı dedi və baş barmağı ilə şəhadət barmağını birləşdirərək onları halqa şəklinə saldı. 5-ci əlamət Kəbənin viran edilməsidir. Sünnədə bildirilir ki, bunu nazik ayaqlı bir Həbəşi edəcəkdir. Buxari və Müslimin səhih əsərlərində Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir: Kəbəni nazik ayaqlı bir Həbəşi dağıdacaq. İmam Əhməd də səhih isnadla Abdullah ibn Amrdan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir:
Kəbəni nazik ayaqlı bir həbəşi dağıdacaq. Onun bəzəyini oğurlayacaq və üstündəki örtüyünü çıxaracaqdır. Mən sanki onun keçəl və əyri barmaq bir adam olduğunu, əlindəki bel və külünglə Kəbəni uçurduğunu görürəm. 6-cı əlamət tüstünün, dumanın gəlməsidir. Burada səmadan böyük bir tüstünün hər tərəfə yayılması və insanları bürüməsi nəzərdə tutulur. Quran və sünnədə bunu təsdiqləyən neçə dəlillər vardır. Uca Allah Əd-Duxan surəsinin 10-11-ci ayələrində buyurur: Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı, acılı bir əzabdır. Sünnədən isə dəlil olaraq öncə qeyd etdiyimiz Hüzeyf ibn Useyddən rəvayət olunan hədisi göstərmək olar. Həmin hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: 10 əlaməti görməyincə qiyamət qopmayacaqdır. Tüstünün gəlməsi, dəccalın çıxması, heyvanın gəlməsi və s. 7-ci böyük əlamət Quranın yerdən səmaya qaldırılmasıdır. O zaman nə yazılarda, nə də hafizələrdə Qurandan bir ayə belə qalmayacaqdır. Buna dair sünnədə bir çox dəlillər vardır. İbn Məcə və Hakim Hüzeyfə radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Paltarın naxışları silindiyi kimi İslam da yox olacaq. İş o yerə gəlib çatacaq ki, insanlar namazın, orucun və qurbanın nə olduğunu bilməyəcəklər. Bircə gecənin içərisində Allahın kitabı göyə qaldırılacaq və yer üzündə ondan bircə ayə belə qalmayacaqdır. 8-ci əlamət günəşin məğribdən, yəni günbatan tərəfdən çıxmasıdır. Quran və sünnədə buna bir çox dəlillər vardır. Rəbbimiz Əl-Ənam surəsinin 158-ci ayəsində buyurur: Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. Bir sıra təfsirçilər ayədəki Allahın ayələri ifadəsini günəşin batdığı yerdən çıxması kimi açıqlamışlar. Təbəri bu ayə barədə təfsirçilərin rəylərini qeyd etdikdən sonra demişdir: Bu barədə varid olan rəylərin ən güclüsü odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu günəşin gün batandan çıxacağını bəyan etdikdə demişdir. Buxari və Müslimin Əbu Hüreyrə radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət etdiyi hədisdə deyilir: Günəş batdığı yerdən doğmayınca qiyamət qopmayacaq. Günəş məğribdən doğduğu zaman insanlar onu görəcək. Yəni hamısı bu həqiqətə inanacaq. Lakin artıq iş işdən keçmiş olacaq. Həmin vaxt əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. Yəni günəş məğribdən çıxdıqdan sonra tövbələr qəbul olunmayacaq. 9-cu əlamət heyvanın çıxmasıdır. Bu, böyük bir məxluqdur. Deyilənə görə həmin heyvan 60 ərəş uzunluğunda olacaq. Onun möhkəm ayaqları özü də olduqca tüklü olacaqdır. Həmçinin onun bir neçə məxluqa oxşadığı da bildirilir. Onun qiyamətə yaxın çıxacağına Quran və sünnədəki dəlillər sübutdur. Uca Allah Quran-ı Kərimdə Nəml surəsinin 82-ci ayəsində buyurur: O söz, yəni qiyamət, onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. Müslimin Əbu Hüreyrə radiyallahu anhudan rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: 3 əlamət vardır ki, onlar zühur etdiyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcək. Bu, günəşin məğribdən doğması, dəccal və yerdən çıxan heyvandır. İmam Əhmədin Əbu Umamə radiyallahu anhudan rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Heyvan çıxıb insanların burunlarına dağ basdıqdan sonra onlar sizin aranızda yayılacaqdır. Onlardan biri bir qatır aldıqda ondan bunu kimdən almısan deyə soruşacaqlar və o damğalanmışların birindən deyə cavab verəcək. Bu hədisin isnadını Heysəmi və başqaları səhih hesab etmişlər.
10-cu əlamət əzəmətli bir odun çıxmasıdır. Həmin od Ədəndən çıxacaq və insanları məhşərə toplayacaqdır. Bu da böyük əlamətlərin sonuncusudur. Ədən Yəmən ərazisindədir. Bu əlamətə sünnədə bir çox dəlillər vardır. Müslimin Huzeyfə ibn Useyd radiyallahu anhudan rəvayət elədiyi hədisdə deyilir: sonra Yəməndən od çıxacaq və insanları məhşərə toplayacaqdır. Huzeyfə radiyallahu anhudan rəvayət olunan bu hədisin digər bir rəvayətində isə deyilir: Ədəndəki bir çuxurdan od çıxacaq və insanları məhşərə toplayacaqdır. Bütün bu əlamətlər qiyamətdən öncə Allahın izni ilə baş verəcəkdir. Həmçinin bildirilir ki, bu əlamətlər zəncirvari şəkildə ardıcıllıqla baş verəcəkdir. Təbəraninin Əvsat əsərində Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi ve selləm demişdir: bu əlamətlər bir-birinin dalınca zəncirvari ardıcıllıqla baş verəcəkdir. Uca Allahdan diləyimiz budur ki, bizlərin günahını bağışlasın, bizləri əfv eləsin və bizi Firdos cənnətlərinin sakinlərindən eləsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə ənt, nəstəğfiruka və nətubu ileyk.